Son dəyişikliklərə əsasən bugünkü dərsimizdə yenə danışacağıq etik davranış qaydalarından. Tərifə baxaq, hər bir tərifdə verilənləri gəlin aydınlaşdıraq. Deməli, birinci olacaqdır qanunçuluq. Təhsil verən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanununun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ, hüquqi və normativ xarakterli aktların tələblərinə uyğun əməl etməlidir. Əslində, bizim situasiyalarda ən asan şəkildə fərqləndirə biləcəyimiz deməli, etik davranış qaydası elə olacaqdır qanunçuluq. Ona görə ki, burada nədən söhbət gedirsə ki, qanunun tələbini müəllim riayət edir, Azərbaycan Respublikasının konstitusiyasına uyğun hərəkət edir. Bu olacaqdır qanundan kənara çıxmamaq, qanun çərçivəsi daxilində öz iş prinsipinə əsaslanmaq qanunçuluq. Tutaq ki, təhsil verən öz peşə fəaliyyətini yerinə yetirərkən qeyd etdiyimiz kimi dövlətin hüquqi çərçivəsində, hansı ki, burada qanunlar, qaydalar, normativ aktlar, eləcə də beynəlxalq öhdəliklər və s. hər birinin əsasında işləyir ki, bu da olacaqdır qanunçuluq prinsipi. Məsələn, deməli, konstitusiyanın müddəalarını müəllim öz iş prinsipində əsas tutur. Və yaxud da, tutaq ki, müəllim yalnız Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklərlə, materiallarla işləyir. Bu olacaqdır qanunçuluq. Və yaxud da ki, deməli, o burada, tutaq ki, konstitusiya bilirik ki, əsas hüquqi sənəddir və insan hüquqları, uşaqların təhsil hüququ konstitusiyada yer alır. Müəllim öz işini qurarkən, tutaq ki, uşaqların təhsil hüququnu əsas tutur, yəni təhsil hüququnu prinsipini əsas tutaraq öz işini qurur. Və yaxud da ki, tutaq ki, burada təhsil verən bu yeni qaydaya əsasən baxır ki, imtahan qaydalarında dəyişiklik edildi və imtahan qaydaları təsdiqləndi. Artıq o adaptasiya olur yeni qaydalara. Bu dərhal qaydalara uyğunlaşır. Əvvəlki artıq qanundan düşmüş qeyri-qanuni yollardan imtina edir. Qanun nədirsə, onun tələblərinə uyğunlaşır. Qanun çərçivəsində hərəkət edir. Yenə də olacaqdır qanunçuluq, etik davranış prinsipi. Bir sözlə asan şəkildə fərqləndiririk. Ona görə ki, burada müəllim istər normativ aktlar olsun, yəni normativ aktlar dedikdə, tutaq ki, Elm və Təhsil Nazirliyinin təlimatlarıdır, qərarlarıdır, məktəb üçün verdiyi hər hansı bir təlimatlardır və s. əsas tutur. Beynəlxalq müqavilələr, məsələn, Uşaq Hüquqları Konvensiyası və s. Konstitusiyanı, təhsil haqqında qanunu, qanundan irəli gələrək etdiyi hərəkətlər, qanun çərçivəsində iş prinsipinə əsaslanması müəllimin qanunçuluq, etik prinsipinə əməl etdiyini göstərəcəkdir. Deməli, bu oldu bizim qanunçuluq prinsipimiz. İndi gəlin baxaq vicdanlı davranışa. Vicdanlı davranışda təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qeyd etdiyimiz kimi, baxın, tərifdə 2 dənə cümlə var. Birincisi ondan ibarətdir ki, müəllim neyniyir? Öz fəaliyyətində cəmiyyətin, dövlətin maraqlarını əsas tutur. Öz məsuliyyətini dərk edir, dürüst və şəffaf şəkildə yanaşır işinə. Bir sözlə, o vicdanlı davranır. Yəni, vicdanlı davranış o deməkdir ki, müəllim hər bir hərəkətində mənəvi dəyərlərə, tutaq ki, vicdanlı olmağa çalışır. Uşaqlara da eyni zamanda vicdanlılıq nümunəsi kimi görünür. Obyektiv yanaşır, işini şəffaf qurur, məsuliyyətlidir, dürüsttür. Uşaqlarda, şagirdlərdə və yaxud da valideynlərdə ona qarşı yüksək inam var. Müəllim elə qərarlar verir ki, həmin qərarlar şagirdlər tərəfindən müəllimə inam hissi formalaşdırır. Yəni, artıq müəllim burada şəxsi marağını güdmür, maddi maraq güdmür, yalnız öz işinə vicdanla yanaşır. Belə ki, vicdanlı müəllimdirsə saxtakarlığa yol vermir, vicdanlı müəllimdirsə və yaxud da daima uşaqlara fərq qoymadan vicdanla yanaşır. Məsələn, qiymət yazarkən şagirdin hər bir halda istər ailə vəziyyətini olsun, istərsə də başqa faktorlar nəzərə alınmadan öz işinə vicdanla yanaşır və belə qiymətləndirir. Vicdanlı davranışda bir sözlə var müəllimin öz işini yerinə yetirməsi, amma necə? Keyfiyyətlə və səmərəli yerinə yetirməsi. Deməli, müəllimlər, biz bilirik ki, keyfiyyətlə və səmərəli öz işini quran müəllim
yəni səmərəli yerinə yetirir, oradan nəticə alır. Məsələn, bu gün biz girdik, bir 45 dəqiqə ərzində dərsdə səmərəli fəaliyyət qururuqsa, deməli dövlət tərəfindən verilmiş həmin o təlim məqsədinə çatmalıyıq. Bunun üçün uyğun fəaliyyətlər qurmalıyıq. Öz işinə vicdanlı yanaşan müəllim eləcə də təhsilin keyfiyyətinə vicdanla yanaşacaqdır. Anlayacaq ki, mənim bugünkü vəzifəm sinifə girib tutaq ki, müəyyən bir dərsdən yayınmaq deyil və yaxud da şagirdlərlə məsələn telefonla müəllim vaxt keçirir, uşaqlar öz üçün arxa partada əylənir. Deməli müəllim burada öz işinə vicdanla yanaşmır. Öz təhsili keyfiyyətli və səmərəli aparmır. Bir sözlə, müəllimin öz işinə vicdanla yanaşması, öz işini səmərəli və keyfiyyətli yerinə yetirməsi, həmçinin də digər istər cəmiyyət üzvləri tərəfindən olsun, valideynlər tərəfindən olsun, şagirdlər tərəfindən olsun, vicdanlılıq nümunəsi kimi görünməsi olacaqdır vicdanlı davranış, etik prinsipi. Daha sonra loyallıq, deməli, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan, onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Burada demək istəyir ki, məsələn, mən müəllim olaraq birinci növbədə işlədiyim təhsil müəssisəsinə sadiq olmalıyam. Mənim fikrim o demək, o olmalıdır ki, mən bu məktəbdə işləyirəm, yalnız onun mənfilərini axtarıram, həmin o mənfiləri üzə çıxardıb yaymağa çalışıram, ictimailəşdirməyə çalışıram, tənqid etməyə çalışıram. Hər bir müəssisədə ola bilər ki, müəyyən mənfi cəhətlər və ya əksikliklər olsun. Biz bunu tənqid etmək yerinə, tənqidi çıxışlar etmək yerinə müəssisənin daxilində də həll edə bilərik. Xüsusilə də burada gedir söhbət, qanunsuz fəaliyyətlər istisna olmaqla, burada qanunsuz fəaliyyət dedikdə, məsələn, əgər mənim əlimdə dəlilim, faktım, sübutum varsa, bu fikri mən aidiyyatı qurumlara qarşı fikir bildirə bilərəm yenə də. Deməli, müəllim burada nə etməlidir? Həmin o belə deyək də, məktəbə qarşı tənqidi çıxışlar etməli deyil. Məsələn, yığılıb valideynlər iclasıdır. Mən başlayıram burada məktəb rəhbərliyi haqqında, məktəbdə tədrisin keyfiyyəti haqqında, elə bilib-bilmədən əsassız fikirlər, tənqidi çıxışlar söyləməyə başlayıram. Bununla nə edirəm? Məktəbin nüfuzuna xələl gətirəcək davranışlar göstərirəm. Hansı ki, müəllim məktəbin nüfuzuna xələl gətirəcək davranışlardan daima çəkinməlidir. Və yaxud da ki, ikinci bəndində qeyd olunur, müəllim daha doğrusu müəllim yox, təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələrdə, çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Məsələn, sosial şəbəkədə məktəbin rəhbərliyi haqqında, məktəbin iş prinsipi haqqında qeyri-peşəkar, alçaldıcı ifadələr işlətmək olmaz. İdarən tutaq ki, yeni bir qərar qəbul etmişdir. Mən bu qərara uyğunlaşmağa çətinlik çəkirəm və ya qəbul etmirəm. Bunu qəbul etmədiyimi rəhbərliklə bildirmək, bu öz fikirlərimi ifadə etmək əvəzinə başlayıram sosial şəbəkələrdə məktəbin qərarını tənqid etməyə, eyni zamanda və yaxud da alçaldıcı ifadələr işlətməyə. Belə hallardan çəkinmək lazımdır loyallıq prinsipinə, etik prinsipinə əsasən. Deməli, loyallıq prinsipi ona əsas tutur ki, müəllim məktəbdə olan problemləri həll etmək üçün o daxili yolla çalışmalıdır. Məktəbin daxilində səy göstərməlidir. Onları ictimailəşdirməli və məktəbin imicinə zərər vurmalı deyil. Loyallıq prinsipi qeyd etdikmi? Bəli, qeyd etdik. İndi keçək mədəni davranış. Mədəni davranışın 3 bəndinə də gəlin baxaq. Birinci, təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. Biz bilirik ki, təhsil prosesinin iştirakçıları elə valideynlər də, qəyyumlar da, şagirdlər də və s. həmkarları və s. sayılır. Hər biri ilə davranışında müəllim nəzakətli və təmkinli olmalıdır. Hansı ki, bu əxlaqi və peşə prinsiplərinə uyğun davranmalıdır.
pedaqoji nümunə olmalıdır. Qarşılıqlı hörmət, etik qaydalara riayət etməlidir. Həm şagirdə, həm valideynə, həmkara, rəhbərə və s. onlarla münasibətində etik münasibətlər qurmalıdır. Tutaq ki, burada onun işlətdiyi ifadələr, məsələn, xahiş edirəm, zəhmət olmasa, biz əvvəlki dərsimizdə də qeyd etmişdik ki, şagirdlərlə ünsiyyətimizdə biz xahiş edirəm, zəhmət olmasa və s. kimi nəzakətli ifadələrdən istifadə etməliyik. Bu zaman həm də biz müəllim olaraq rol model rolunu oynamış oluruq. Həmçinin bu ifadələrdən istifadə etməsi müəllimin mədəni davranış etik prinsipinə əsaslandığını göstərəcəkdir. Daha sonra təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı, onları dəyərləndirməlidir. Deməli, müəllimlər, tutaq ki, siz, daha doğrusu müəllimin dərsində hər an müşahidəçi olaraq rəhbərlikdən kimsə çıxış edir, daha doğrusu rəhbərlikdən kimsə iştirak edir və rəhbərlik bizə fikrini bildirir ki, dərsin bu hissəsində bu üsul yerinə, məsələn, debatdan istifadə etməyiniz təlim məqsədinə çatmağınız üçün daha səmərəli yol idi. Mən isə başlayıram artıq burada əsəbləşməyə, emosiyalarımı idarə edə bilmirəm ki, sanki mən bu iradı, daha doğrusu bu təklifi özümə təhqir kimi qəbul edib, başlayıram rəhbərliklə mübahisə yaratmağa. Hansı ki, mən bunun əvəzinə deməli nə etməliyəm? Mədəni davranış etik prinsipinə əsasən, tutaq ki, irad olsun, təklif olsun və yaxud da tənqidi fikirlər olsun, indi buna gələcəm tənqidi fikirlərə, təmkinlə cavab verməliyəm, müəllim olaraq cavab verməliyik. Məsələn, fikrimi əsaslandırmalıyam. Tutaq ki, təmkinlə ki, mən niyə debat yox da digər üsuldan istifadə etdim? Ola bilər ki, və yaxud da həmin mənə irəli sürülmüş həmin bu təklif və yaxud da irad yerindədir. Bəlkə də mən səhv etmişəm. Deməli, düzgün qəbul etməli, söylənilən fikri və düzgün nəticəyə gəlməliyəm. Və yaxud da ən çox bu müəllimin valideynlərlə olan davranışında, daha doğrusu münasibətində hiss olunur. Məsələn, ola bilər ki, valideyn uşağa olunmuş, şagirdə olunmuş hər hansı bir hərəkətdən və ya davranışdan narazıdır. O, müəllimlə söhbət etməyə gəlir, o aqresivdir, artıq o emosiyalarını idarə edə bilmir, müəllimə qarşı qəzəblidir. Valideynin bu hərəkətinə baxmayaraq, müəllim ona eyni deyək ki, cavab vermək əvəzinə təmkinli olmalı, həmən anda olan o vəziyyətin, o psixoloji vəziyyəti analiz etməli və təmkinlə valideynə prosesin nədən ibarət olduğunu, söhbətin nədən getdiyini aydınlaşdırmalı, başa salmalıdır. Nəinki həmin bu mübahisəli vəziyyətlərdə əsəbləşməlidir, emosiyalarını nəzarətdə saxlaya bilməməlidir. Tutaq ki, və yaxud da ki, müəllim şagird sinifdə səhv etdikdə onu alçatmır, təmkinlə öz fikrini izah edir. Və yaxud da ki, məsələn, elə olsun valideyn iclasında, valideyn tutaq ki, əsəbi danışır, müəllim isə onu valideyn kimi əsəbləşmək əvəzinə öz emosiyalarını qoruyub saxlayır, sakit qalır, problemi peşəkar tərzdə həll edir ki, bu müəllimin mədəni davranış etik prinsipinə əməl etdiyini göstərəcəkdir. Daha sonra təhsil verənin xarici görkəmi, geyimi, çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Deməli, burada istər əslində düzdür, bizim məktəblərimizdə vahid müəllim geyim forması yoxdur, ancaq buna baxmayaraq biz müəllimlər olaraq geyim tərzimizdə müəllim adını qoruyub saxlamalıyıq. İstər ictimaiyyətdə, istərsə məktəbdə şagirdlərin gözü qarşısındayıq və müəllim olaraq yəni geyim tərzimizə, saç düzümümüzə və yaxud da indi qadınlarda o aşırı makyaja və s. olmamasına xüsusi diqqət yetirməliyik. İstər aksesuarlar və s. bura daxildir. Yəni bir sözlə müəllim peşəsinə uyğun geyinməlidir. Səliqəli, nümunəvi geyinməlidir. Onun xarici görkəmi müəllimin nüfuzuna, məktəbin ictimai imicinə müsbət təsir göstərməlidir, nəinki əksinə. Məsələn, bugün müəllim dərsə gəlir idman geyimində, qeyri-rəsmi və yaxud da ki, diqqət çəkən hər hansı bir geyimdə və ya saç düzümündə və yaxud da hər hansı bir abartılı makyajda. Yəni bu artıq müəllimin mədəni davranış etik prinsipinə əməl etmədiyini göstərəcəkdir. Bu da oldu bizim mədəni davranış etik prinsipi. Daha sonra keçək qərəzsizliyə.
Qərəzsizlik təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və siyasi mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Deməli, qərəzsizlik prinsipində bu var ki, qeyd etdiyimiz kimi hər bir halda müəllim nə edəcəkdir? Qərəzsiz yanaşacaqdır. İstər, məsələn, varlı kasıb fərqi qoymur və yaxud da ki, bu qırğızdır, bu Azərbaycanlıdır, bu və yaxud da başqa xalqın nümayəndəsidir. Buna qiymətləndirməsində olsun, ona qarşı münasibətində olsun, bu fərqlərə heç bir əhəmiyyət vermir. Hamıya qarşı obyektiv yanaşır, hamını eyni görür, bir-birindən fərqləndirmir. Eləcə də təhsil prosesinin digər iştirakçılarına, istər müəllimlər olsun və s. olsun, yəni bu kimi fərqləri nəzərə almadan müəllim hamıya eyni yanaşır, hamıya bərabər yanaşır, obyektiv yanaşır, qərəzsiz yanaşdığını göstərəcəkdir bu müəllimin deməli öz peşə fəaliyyətində. Daha sonra təhsil verən özünün və ya maraqlı şəxslərin mənafelərinin, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Məsələn, deməli, tutaq ki, mənim sinifimdə əyləşib, tutaq ki, rəfiqəmin övladı və mənim rəfiqəm məndən xahiş edir ki, onun övladına summativ qiymətləndirmədə daha yüksək qiymət yazım və yaxud da başqa bir halda mən burada nə etmiş oluram? Başqa bir şəxsin öz vəzifə funksiyalarının icrası zamanı mənə təsir etməsinə imkan yaratmış oluram. Belə bir hallara müəllim yol verməli deyil. Heç vaxt bir şagirdi digərindən fərqləndirməli deyil, qərəzli yanaşmalı deyil və bu olacaqdır müəllimin qərəzsizliyi etik prinsipinə əməl etməsi. İctimai etimad təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və layiqətini uca tutmağa borcludur. Deməli, təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməlidir. Tutaq ki, onu həmin təhsil müəssisəsinin, belə deyək də, o cəmiyyət içərisindəki nüfuzunu qoruyub saxlamalıdır. Yəni, müəllimin funksiyası yalnız dərs deməkdən ibarət deyil. Həmçinin məktəbin nüfuzunun qorunmasında da onun rolu vardır. O müəllimin davranışı olsun, cəmiyyət içərisində çıxışları olsun, ünsiyyət tərzi olsun, öz nüfuzu, həmçinin də işlədiyi təhsil müəssisəsinin adına uyğun olmalıdır. Onun nüfuzunu aşağı salacaq olmamalıdır. Məsələn, tutaq ki, biz cəmiyyət içərisində elə tərzdə danışırıq, elə tərzdə ünsiyyət qururuq və yaxud da elə bir mübahisələrə yol açırıq ki, yəni qayıdıb orada deyirlər ki, bəs bu məktəbin müəllimi belədirsə, gör o məktəb nə gündədir. Yəni bu kimi fikirlərə biz yol verməli deyilik cəmiyyət içərisində. Həm öz nüfuzumuzu, həm də məktəbin nüfuzunu qoruyub saxlamağa borcluyuq. Daha sonra təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etibarın bərpası üçün tədbir görməlidir. Ola bilsin ki, cəmiyyət içərisində biz müəyyən bir emosional çıxışlar etmişik və bizim və yaxud da ki, məktəbin nüfuzunu alçaldacaq, aşağı salacaq hərəkətlərdir. Biz bu ictimai etimadı bərpa etməliyik. Məsələn, indi siz məsələn, üzr videoları görürsünüz ki, tutaq ki, müəllim bir səhvə yol verir, cəmiyyət tərəfindən bu qeyri-adi qarşılanır ki, bəs müəllimə yaraşacaq hərəkət deyil, təhsilə yaraşacaq hərəkət deyil bu. Müəllim öz səhvini anlayır və cəmiyyətdən tutaq ki, bu başa salır, vəziyyəti aydınlaşdırır, o ictimai etimadı bərpa edir. Bu, deməli, müəllim bu hərəkətə yol vermişdirsə də, həmin hərəkəti aydınlaşdırmalı və ictimai etimadı bərpa etməlidir. Bu da həmçinin aid olacaqdır ictimai etimad etik davranışına. Daha sonra təhsil verən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyini, fəaliyyəti, müəllimlər görür, eşidirsiniz məni? Eşidəcək. Gözəl. Deməli, təhsil verən qalmışlıq çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru, dürüst məlumatlar almasına köməklik göstərməliyik. Deməli, müəllimlər, baxın, bu loyallıqda da var. Sosial şəbəkələrdə ictimai çıxışlar, ictimai etimadda da var. Amma fərqi nədən ibarətdir? Deməli, ictimai etimadda biz qeyd etdik ki,
Tutaq ki, biz doğru, dürüst məlumat verməliyik. Hansı ki, yalandan məlumat verməli deyilik. Məsələn, tutaq ki, media sorğusu zamanı müəllimə deyək ki, sual verilir ki, bu mövzuda sizin münasibətiniz necədir və ya bu mövzuda nə deyə bilərsiniz? Burada müəllim artıq şəxsi fikirlərini yox, yalnız təsdiq olunmuş rəsmi məlumat, təsdiq olunmuş məktəbin rəsmi məlumatını verməlidir. Yalandan məlumat verməli deyil. Məsələn, onu əvvəl də nümunə çəkmişdim. Məsələn, olimpiyadada uşaqlar gedib 10 uşaqdan 5-i birinci mərhələdən keçib ikinci mərhələyə. Mən isə yalandan məlumat verirəm ki, bəs bizim məktəbin 10 tutaq ki, şagirdi olimpiyadanın birinci mərhələsində iştirak etsə də onlardan heç biri ikinci mərhələyə keçə bilmədi. Bu nə oldu? Artıq mənim yalan deyək ki, məlumat yaymağım oldu. Və yaxud da ki, tutaq ki, jurnalist məktəbdə yeni layihə haqqında sorğu-sual edir məni. Mən burada müəllim olaraq yenə də öz fikirlərimi, tənqidi yanaşımı, tənqidi deməyim daha doğrusu, o yalan məlumatları deyil də rəsmi məlumata uyğun düzgün cavab verməliyəm. Yəni burada mənim müəllimin daha doğrusu şəxsi narazılığını deyil, məktəbin rəsmi mövqeyini bildirməlidir. Doğru, dürüst məlumatlar almasına kömək etməlidir. Media deyək ki, subyektlərinə doğru, dürüst məlumat verilməsinə müəllim köməklik etməlidir. Çalışdığı təhsil müəssisəsinin, onun rəhbərliyinin fəaliyyəti ilə bağlı media subyektlərini qanunvericiliklə müəyyən edilmiş hallarda deməli, doğru, dürüst məlumatlandırılmasına köməklik göstərməlidir. Yalan məlumatlar yaymalı deyil. Bu da həmçinin aid olacaqdır ictimai etimada. Ancaq loyallıqda qeyd etmişdik ki, tənqidi çıxışlar. Məsələn, mən yenə də təşkil edirəm, məktəbi, rəhbərliyi və s. tənqid edirəm. Bu belə deyil, bu düz deyil, bu filandır, bu feşmandır. Əsassız fikirlərlə çıxış edirəm. Bu aid idi loyallığa. Doğru, dürüst məlumatlar verməliyəm media subyektlərinə. Bu aid olacaqdır ictimai etimada. Daha sonra deməli sona çatırıq. İnsanların hüquq azadlıqlarının və s. nüfuzuna hörmət. Deməli, təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyən biləcək qərarlar qəbul etməməli və hərəkətlərə və yaxud da hərəkətsizliyə yol verməli deyil. Deməli, burada müəllim başqalarının hüquq və ləyaqətinə hörmətlə yanaşmalıdır. Onların fəaliyyətində şəxslərə, daha doğrusu şəxsiyyətlərə və yaxud da hörmətsizlik, böhtan xarakterli yanaşma olmamalıdır. Tutaq ki, müəllim digər həmkarını və yaxud da valideynini və yaxud da ki, şagirdi ictimaiyyətin qarşısında təhqir edir. Bu nə olacaq? Deməli, təhsil verənlərin insan hüquqlarına hörmət, etik prinsipini müəllimin pozduğunu göstərəcəkdir. Və yaxud da ki, deməli, insan hüquqlarını alçaldacaq, onu, məsələn, müəllim şagirdi təhqir edir, tənqir edir, ona nə gəldi deyir, şəxsiyyətini alçaldır. Eyni zamanda yenə müəllim təhsil verənin, deməli, o hüquqlarını tapdalamaqla insan hüquq azadlıqlarına hörmət, etik prinsipini pozmuş olacaqdır. Burada var hərəkətlərə və hərəkətsizliyə yol verməməlidir. Bu nə deməkdir? Hərəkətlərə yol verməməlidir. Məsələn, şagirdi belə hüquqlarını pozmaq, onu tənqid etmək, təhqir etmək, dərsdə iştirak etməsinə icazə verməmək, döymək və s. olmaz. Bunu ediriksə, hərəkətlərə yol verərək təhsil verənlərin hüquqlarına hörmət qısalaşdırsam, etik prinsipinə əməl etməmiş oluruq. Eyni zamanda hərəkətsizlik də dedikdə, məsələn, biz dəhlizdən keçərkən görürük ki, digər müəllim yoldaşımız bu hərəkətə yol verir. Biz bilirik ki, bu olmaz, uşağın hüquqlarını pozur müəllim və yaxud da ki, insan hüquqlarına hörmət, etik prinsipini pozur. Buna görə belə sakitcə keçirik, gedirik müəllim otağına, heç görmüşük, görməmiş kimi hərəkət edirik. Bu zaman biz hərəkətsizliyə yol verdik. Bu da eyni zamanda olacaqdır, yenə insan hüquqlarına hörmət, etik prinsipinin pozulması. Daha sonra təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini qoruyub saxlamalı, təmin etməlidir. Konfidensiallıqdan söhbət gedir, hansı ki, tutaq ki, mənim şagirdlərimin içərisində və tutaq müəyyən bir müddətdir məktəbə gəlmir, mən
Mənə məlumdur ki, ailə daxili münaqişədir buna səbəb. Mən bunu müəllim otağında yayıram və yaxud da ki, digər sinif, elə sinifdə deyirəm və bütün sinif yoldaşları içərisində yayıram və yaxud da ki, şagirdim mənə məlum olan sağlamlıq problemləri ilə bağlı hər hansı bir məlumatı valideynin icazəsi olmadan digər şəxslərlə paylaşıram və yaxud da ki, elə müəllim yoldaşımın şəxsi ailə vəziyyəti ilə bağlı tutaq ki, bir qeybət edirəm və s. Bunlar yenə də aid olacaqdır insan hüquqlarına hörmət etik prinsipinin pozulması. Daha sonra burada var, təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların nəqbliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafiyi üçün istifadə etməməlidir. Deməli, müəllimlər, burada məsələn məktəbin daxili sənədləri və yaxud da hər hansı bir planları, tutaq ki, Metodiki Şuranın iş planı və yaxud da ki, məktəbin tutaq ki, əmək kitabçası və s. Bunu deməli mən icazəsiz yaya bilmərəm. Daha doğrusu müəllim deyək, müəllim icazəsiz yaya bilməz, şəxsi maraqları üçün istifadə edə bilməz. Məsələn, tutaq ki, əmək kitabçası müəllimin əlinə keçir, bunu şəklini çəkir, başlayır yaymağa. Bu nə olacaqdır? İnsan hüquqlarına hörmət, nüfuzuna hörmət qısalaşdırsaq, etik prinsipinin pozulması olacaqdır. Və yaxud da ki, götürürəm mən jurnalın arxa səhifəsindən hər hansı bir şagirdin telefon nömrəsini alıram, valideynin telefon nömrəsini alıram, başqa şəxslərlə paylaşıram. Yəni, bu yol verilməz haldır. Çünki məktəbin daxili sənədləri icazəsiz yayılmalı deyil, şəxsi maraqlar üçün istifadə olunmalı deyil. Yenə də aid olacaqdır insan hüquqlarına hörmət, deməli, işçi nüfuzuna hörmət etik prinsipinin pozulması. Deməli, müəllimlər, başdan ayağa bir-bir, bənd-bənd etik davranış qaydaları haqqında danışdım. Bu da oldu təhsil verənlərin etik davranış prinsipləri.